Herkese salam. Bu günləri sizin üçün çox rahatlıqla hazırlayabiləcəyiniz tort bezəyini göstərəcəm. Mənim üçün çox rahat oldu, həm də görünüşü çox gözəl görünürdü. Əvvəlcə tortumuzun üstünü sıvayırıq. Onu da qeyd edeyim ki, mən içərisinə qaymaq, üstünü isə şanti ilə elədim. Məndə gül formalı qəliblər var idi. Qəliblərlə əvvəlcə güllərin izlərini qoyuram. Daha sonra güllərin izlərinin üstündən belə rəngli bir kremlə gedirəm. Əgər sizdə fərqli qəliblər varsa, onlardan da istifadə eləyə bilərsiniz. Məncə tort bəzəyi üçün, yəni bəzəyə bilməyənlər üçün məncə çox gözəldir. Həm də ki, çox rahat şəkildə hazırlamaq olur. Bu formada hazırlasanız heç çətinlik çəkən deyilsiniz. Məncə çox gözəl alınır. Selim Bey'in son dokunuşlarını da eləyirik və tortumuz hazırdır. Hazırlayanlara nuş olsun. Sağ olun.